Gəncəyə təlim üçün yola düşürük və bu günü sizinlə birlikdə keçirəcəyik. Səhər saat 5-də yola çıxdıq. Uzun amma çox maraqlı 4 saatdan sonra nəhayət Gəncə biznes mərkəzinə çatdıq. İçəri daxil olan kimi atmosfer məni valeh etdi. Çox zövqlü və rahat bir mühit idi. Biraz dincəlib çaya düşdük, sonra isə təlimin keçiriləcəyi Kobe evinə yollandıq. Məkan hələ tam hazır değildi, ona görə hər şeyi birlikdə düzənləyib hazırladıq. Açığı o hazırlıq prosesi ayrıca çox zövqlü idi. Hazırlıqlardan sonra qısa bir yemək fasiləsi verdi və yenidən Kobe evinə qayıdıb son toxunuşlar etdi. Artıq hər şey hazır idi və təlimin başlamasını gözləyirdik. Daha sonra isə qonaqlar yavaş-yavaş gəlməyə başladı və nəhayət təlim başladı. Çıxışlarımız oldu və çox gözəl enerjili bir ortam yarandı. Yorğun olsaq da insanların marağı və enerjisi bütün yorğunluğumuzu unutdururdu. Təlim bitəndən sonra yenidən biznes mərkəzinə qayıtdıq. Biraz dincəldikdən sonra dönüş yoluna çıxdıq. Burada artıq yorğunluğum üzündən hiss olunur. Amma hər şey buna dəyərli, çox gözəl və yadda qalan bir təlim günü oldu. Və nəhayət 4 saatlıq yoldan və tıxacdan sonra şəhərə çatdıq.